Səfərov qardaşları artıq dəfn olunub. Rusiyanın Yekaterinburg şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovlarla Ağcabədi rayonunda vida mərasimi keçirilib. Xəbəri Qafqaz Info verir. Bəli, vida mərasimində Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı və nümayəndələri, mərhumların yaxınları, rayon ictimaiyyəti iştirak edir. Bəli, vida mərasimindən sonra Səfərov qardaşları dəfn olunubdur. Allah rəhmət eləsin. Cənnətin qapıları daim üzlərində açıq olsun. Arzulamırıq. Bu hadisə digər Azərbaycanlıların, soydaşlarımızın başına gəlsin. Allah daim Azərbaycanlıları qorusun. Ziyəddin və Hüseyn Səfərovlar əlbəttə dəfn ediliblər artıq. Xatırladaq ki, bəli, xatırladıram ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburg şəhərində Azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 Azərbaycanlı öldürülüb və bir neçə nəfər saxlanılıb. Öldürülən Azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Amma mən dünən bir videonu izlədim. Hansısa bir TV-nin əməkdaşları gəliblər bir restorana. Restoranın adı Zeytun idi, nə idi? Belə bir restorana yaxınlaşıb jurnalist və təbii ki, o texniki tərəfdə də rejissordur, nə bilim, operator və digərləri də sürücü. Orada deyirlər ki, bir Azərbaycanlı qadın o restoranı idarə edir, adı Tellidir və mütləq restoranın açılma bir saatı var da. Onlar onu məcbur edib ki, tezdən yaxınlaşıblar ki, restoranın qapıları açılsın. O təbii ki, etirazını bildirib ki, saat 12 tamamında qapılar açılacaq və o videonu mən gördüm, dəhşətə gəldim. Məhz aparıcı əlində mikrofon o qadının saçını ələ atır və sürüyə-sürüyə içəri dartır. Təbii ki, bunun sonu olmalıdır. Biz ruslardan bunu gözləmirdik. Daima onlara qucaq açmışıq. Daima onlara qucaq açmışıq.